Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda dayanacağa yaxın belə bir 3 otaqlı həyət evi satışdadır. Ev tam təmirli vəziyyətdədir. Evin də torpağında sənədləri tam qaydasındadır. Notarial qaydada alqı-satqıya gediləcək və ipoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Qeyd etdim ki, ev tam təmirli vəziyyətdədir və yalnız evin bax bu üst görünüşdə divarlarında fasad emulsiyası vurulması qalıbdır ki, onu da vurub tam təhvil verirlər. Ev köçülüdür, kanalizasiya sistemi mərkəzidir, qaz, su, işıq daimidir, sayğacların hər biri qoyulubdur. Kombi aparat üstündə yer hazır vəziyyətdə, zirzəmisi var. Bax, evin bu yan tərəfində də belə bir yer saxlanılıb və buradan da alıcı istədiyi kimi istifadə edə bilər. Həyətinə maşın girir, yəni 2 maşın rahatlıqla həyətinə yerləşir. Qeyd etdiyim kimi ev kürsülüdür. Evə daxil olduqda geniş bir dəhlizi, otaqlar da genişdir, kifayət qədər çox genişdir otaqlar. Burada sağ tərəfdə geniş bir mətbəxi yerləşir. Döşəməsi göründüyü gibi taxtadır və lak vurulubdur. Çox geniş mətbəxi var. Mətbəx mebeli üstündə yeri hazır vəziyyətdə saxlanılıb. Bax, burada isə zal otağı. Geniş bir zal otağı yerləşir. TV üçündə işıq xətti çəkilib, kondisioner üçündə işıq xətti çəkilibdir. Otaqların da göründüyü kimi pəncərələrin qarşısı kəsilməyibdir. Burada isə bir yataq otağı. Geniş bir yataq otağıdır. Otaqlar kifayət qədər genişdir. Yəni geniş otaqlı evlər axtaranlar bu evi baxmalarını məsləhət görərdim. Bir daha qeyd edim ki, sənədlərdə tam qaydasındadır. Burası 3-cü bir otaqdır, 2-ci yataq otağı və hamam otağı, metlar, kafelər, aksesuarlar alıcı və satış arası razılaşma yolu ilə qoyula bilər. Bir daha qeyd edim, evin də torpağın da sənədləri tam qaydasındadır. Evin başlanğıc qiyməti 95.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır.